Bismillahirrahmanirrahim. Mövzumuz oruç tutmaq haqqındadır ki, oruç tutan insanlar 5 dəstəyə bölünürlər. Birinci dəstə Allahdan qeyrisi üçün oruç tuturlar. Məsələn, insanlardan çəkindiklərinə görə və ya insanların hörmətini qazanmaq üçün. Xülasə, niyyətlərində Allahdan başqa hər nə desən var. İkinci dəstə insanlar isə birinci dəstə insanlara bənzəyirlər, amma cüzi də olsa Allah cəzasından qorxu və Allahın savabına ümid edirlər. Üçüncü dəstə insanlar sırf Allahın cəzasından qorxduqları üçün və ya savab qazanmaq üçün oruç tuturlar. Dördüncü dəstə insanlar Allahın cəzasından amanda qalmaq üçün, həm Allahın savabını qazanmaq üçün, həm də onun razılığını əldə etmək niyyəti ilə oruç tuturlar. Beşinci dəstə insanlar isə ən ali dəstədir ki, oruç tutanların ən alisidir. Yəni onlar Allahın razılığını əldə etmək üçün oruç tuturlar. Həzrət İmam Əli əleyhissalam buyurub ki, İlahi, mən sənə nə cəhənnəm qorxusundan, nə də cənnətə tamah salaraq ibadət edirəm. Mən səni ibadətə layiq bildiyim üçün sənə ibadət edirəm. Allah ibadət və itaətlərinizi qəbul etsin inşallah.